Canlının adı, gözlərinin sayı. 7 bal arasında gözlərin sayı 5 dənədir. Deməli, enimiz bizim 5-dir. Xaslı hörümçəkdə 4 cüt, yəni 8 dənə sadə göz var. Deməli, x-imiz 8-dir. May böcəyində gözlərin sayı 1 cütdür, yəni 2 dənə gözü var. Çay xərçəngində 1 cüt, yəni 2 dənə gözü var. Ümumilikdə 8, 2 və 2-nin cəmi eləyir 12. Yəni x üstəgəl y və z-in cəmi bizə verir 12-ni. Mənim də enim 5-dir və mən bu 5-dən 12-ni tapmalıyam. Necə tapa bilərəm? A variantında 3-ü 5-ə vurub 1 çıxsam, bunda eləyir 14. Yəni 12 olmur. Ona görə A variantı yanlışdır. 3-ü 5-ə vurub 3 çıxsam, 3-ü 5-ə vuranda 15 edir. 3 çıxanda da 12 eləyir. Deməli, B variantı düzgündür. C variantında 3-ü 5-ə vurub üzərinə 3 gəldiyim zaman 18 edir. Ona görə C variantı yanlışdır. D variantında 3-ü 5-ə vurub üzərinə 8 gəldiyim zaman 23 edir. Deməli, D variantı da yanlışdır. Y variantında 3-ü 5-ə vurub üzərinə 6 gələndə 21 edir. Ona görə Y variantı da yanlışdır. Mənə 12 lazım idi. 12 də B variantında göstərilir.